Salam müəllimlər. Rəqəmsal məktəb platformasında müəllimlər üçün yeni süni intellekt aləti yerləşdirilmişdir. Yəqin ki, bir çoxlarınızın məlumatı vardır. Mən də yenicə tanış olmuşam və mənə bu süni intellekt aləti çox maraqlı gəldi. Çünki dərsin müəyyən hissəsində bu alətdən istifadə edərək yararlana bilərik. Gəlin bu alətlə tanış olaq. Deməli, keçid edirik sol tərəfdən Google kabinetdən daxil olacağıq və Notebook Elm adlı yeni süni intellekt aləti ilə tanış olacağıq. Gəlin keçid edək və buradan daxil oluruq. Deməli, bu hissədə gördüyünüz kimi nümunələr var. Yeni bloknot yaradan hissəsinə, yəni qeyd bölməsi yaratmaq üçün belə bir səhifə açılacaq. Buradan siz istədiyiniz hər hansı bir sənədiniz varsa, hazır sənədinizi cihazınızdan yükləyə bilərsiniz. Baxın, aşağıda qeyd olunubdur. Eyni zamanda kopyalanmış mətni yerləşdirə bilərsiniz və yaxud da hər hansı bir mövzunun adını yaza bilərsiniz. Məsələn, mən burada 8-ci sinif fizika dərsliyindən dərsin, mövzunun bir hissəsini kopyalayıb bura yerləşdirmişdim. Və ondan sonra süni intellekt daxil edin hissəsində artıq süni intellekt burada o mövzu haqqında bir xülasə hazırlayır. Və bu da hazır olandan sonra resurslar yerləşdirilib ki, bunları da deməli biz dərsin müəyyən hissəsində rahat şəkildə istifadə edə bilərik. Avtomatik olaraq burada deməli slaydlar hazırlanır, zehin xəritəsi, öyrəci kartlar, infografika, data cədvəli, quiz, hesabatlar, video icmal, audio icmal, istilik vermənin növlərinə aid qısa bir hissə, şualamaya aid qısa bir hissəni mən deməli çəkib mətni yerləşdirdim və süni intellekt ona aid xülasə hazırladı və eyni zamanda bu resurslar da bizim köməyimiz olacaq. İndi baxaq. Deməli, buradan daxil oluruq və vakuumda enerji və elektromaqnit şüalanması artıq bunu süni intellekt özü hazırladı. Yəni, audio hissəsi əgər aktiv olarsa, mən bunu aktiv edə bilmədim nədənsə, bu artıq audial şəkildə şagirdlərə mətni dinlədəcək. Eyni zamanda video da var burada, video şəklində də göstərir, vizual şəkildə görsənir və eyni zamanda, baxın, burada slaydlar hazırlanır. Artıq burada slaydlar, mövzuya aid slaydları deməli, süni intellekt artıq bizə hazırlayıbdır. Baxırıq slaydlara. Çox qəşəng slaydlar hazırlayıb. Baxın, bu birinci slayddır. Şüalanma, günəş enerjisi kosmik vakuumu necə aşır. İkinci slayd, çox maraqlı slaydlardır, dərsə aid. Yəni, şüalanma bilirik ki, vakuumda həm də mühitdə baş verə bilər. İstilik keçirmə konveksiya isə vakuumda baş vermir. Yəni, bu şəkildə slaydlar hazırlayır. Eyni zamanda elektromaqnit şüalanmasının 4 əsas xassəsini müəyyən edir və şüalanma mənbələrini müəyyən edir, təbii və süni işıq mənbələrini müəyyən edir və eyni zamanda xülasə olaraq kosmik enerji körpüsü adlı belə bir slayd da hazırlamışdır. Bu slaydlar da süni intellekt tərəfindən hazırlanıb bizə resurs şəklində verilir və eyni zamanda baxın, infografika da var. İnfografika görək hansıdır. Belə bir deməli bizə resurs təqdim edir bu şəkildə. Öyrəci kartlar, baxın, şüalanma flash kartları, baxın, burada deməli sual verir, hətta sualın cavabı da var, cavaba baxın, baxın, demək olar ki, vakuumdur, yəni sual verilmişdir, izahı da burada görürsünüz ki, sol tərəfdə artıq izahı deməli süni intellekt tərəfindən yerləşdirilir. Və sonra növbətiyə keçirik, növbəti vakuumda enerjinin istilik keçirmə və yəni burada söz bizə lazımdır, verilməsi qeyri-mümkündür. Yəni, istilik keçirmə və konveksiya ilə verilməsi qeyri-mümkün olacaq. Cavaba baxırıq. Bəli, konveksiyadır. İzahını da əgər üzərindən vursaq, izahı da yerləşəcək və s. növbəti. Yəni, burada deməli 15 sual var. Ondan sonra keçirik. Burada quiz də olmalı idi bayaqlar, çünki hazırlamışdım. Nəsə görmürəm. Hə, deyəsən budur. Hə, viktorinadır. Bu da şüalanma viktorinası. Baxın, burada suallardır. İşığın yayılma sürətidir. Deməli, burada bayaq qeyd eləmişdim. İşığın yayılma sürəti, yəni iş varaq 10 üstü 8 metr bölək saniyədir və doğru olduğunu deyir, izahını da deyir. Əgər yanlış vursaq, əgər yanlışın da izahını, cavabını deyəcək. Çox rahatdır. Burada da yer üçün ən böyük təbii şüalanma mənbəyi məlumdur ki, günəşdir. Üzərindən vururuq və keçirik növbətiyə. Bu da bu qaydada 10 sualdan ibarət.
Zehin xəritəsi. Baxın, şüalanma tərifi, xüsusiyyətləri, mənbələri, digər növlərindən fərqi və tərifi üzərindən vuranda görürsünüz, tərifini verir, enerjinin elektromaqnit dalğaları ilə verilməsi. Xüsusiyyətləri dedikdə, baxın, vakuumdan mühitdə ötürülür, yüksək yayılma sürəti, işıq sürəti ilə yayılır, uzaq məsafələrə enerji daşıyır, bütün istiqamətlərə yayılır. Mənbələri təbii və süni ola bilər. Digər növlərindən fərqi də odur ki, yəni maddə hissəcikləri olmadan baş verir. Yəni istilik keçirmə və konvensiyyadan fərqlənir. Vakuumda yayılır. Bax, belə gördüyünüz kimi çox maraqlı bir alətdir ki, resurslardan ibarət biz bunları dərslərimizdə deməli istifadə edə bilərik.